Bu dəfəki dərsimizdə Photoshopda Layers pəncərəsi ilə işləməyi öyrənək. Ümumiyyətlə, əgər məndən soruşsanız ki, cəmi bir dənə pəncərə Photoshopda saxlamaq lazım gəlirsə, o hansı olmalıdır? Yəni, mənə görə o Layers pəncərəsidir. Ən aktiv istifadə etdiyimiz bir nömrəli pəncərə. Hər hansı fotonu Photoshopa gətirəndə və yeni bir fayl yaradanda bu Layers pəncərəsində artıq avtomatik bir dənə Background adlı bir layer, bir qat, bir təbəqə yaranır. Ümumiyyətlə, Photoshop, hətta bir çox qrafik proqramlar bu məntiqlə işləyir. Yəni, görüntü, yekun görüntü çox saylı qatlardan ibarət olur. Layer əslində bu mənanı kəsb eləyir. Və bizim bu background adlı layerimiz kilitli olur. Avtomatik kilitlidir. Yəni, biz onun üzərində bir çox manipulyasiyaları eləyə bilmirik. Məsəl üçün, bizim ən məşhur alətimiz olan Move tool'u götürüb, Move tool, yəni hərəkət elətdirmək üçün, transformasiya üçün nəzərdə tutulmuş bir alətdir. Və mən istəyirəm ki, bu şəkli bu canvasın içərisində sağa-sola hərəkət elətdirim. Görürsünüz, belə qorxulu bir mesaj gəlir, içərisində də bol-bol yazır. Kim deyir onu oxuyan? Narahat olmayın, oxumağa ehtiyac yoxdur. Yəni, sadəcə bu kilitli olduğu üçün biz onu hərəkət elətdirə bilmirik. Alternativ çıxış yolları bizə təklif edir Photoshop. Amma mən bunu hərəkət elətdirmək istəyirəmsə, o zaman bu kilit işarəsinin üzərində tıklayıram və görürsünüz, avtomatik şəklin ətrafında onu transformasiya etmək üçün belə bir markerlərdən ibarət belə bir çərçivə əmələ gəlir və artıq rahatlıqla biz şəkli hərəkət elətdirə bilirik. İrəlidə öyrənəcəyimiz kimi hətta onu transformasiya belə eləyə bilirik. Geri qayıtaraq Ctrl-Z, 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 bir neçə Ctrl-Z basdıqdan sonra istədiyimiz vəziyyətə geri qayıda bilərik. Və maraqlıdır ki, kilitdən çıxartdıqdan sonra bizim layerimiz, layer 0 adı altında bu pəncərədə görünmüş olur. Gəlin elə üzərində bu layerin üzərində sağ düyməni basıb Photoshop'un bizə təklif elədiyi bu context menyuda hansı baza funksiyalar var layerlə bağlı, onlara baxaq. Təbii ki, hamısına yox, vacib olanlara. İlk funksiyalardan biri yeni layer. Yəni, mən əgər bu şəklin üzərinə yeni boş bir layer yaratmaq istəyirəmsə, o zaman sağ düymə, New Layer ya da ki, Hotkey, Shift, Ctrl-N. Gəlin elə indidən özümüzə Hotkey öyrəşdirək. Shift, Ctrl-N. Avtomatik belə bir pəncərə açılır. Layer'ə ad vermək və s. Yəni, heç bir şey etmədən OK basırıq. Və bu sıralama həmişə bu şəkildə gedəcək. 0, 1, 2, 3. Layer 1 və boşdur. Yəni, balaca preview'dan da görə bilərik, thumbnail'dan da görə bilərik ki, boşdur, heç bir şey yoxdur. Və gəlin elə bu layer'ın üzərində hansısa bir piksel informasiyası çəkək. Bunun üçün də irəlidə detallarını öyrənəcəyimiz götürək brush tool'u, yəni ikonkasından da görmək olar ki, yəni bunun işi brush, fırça kimi götürüb nəsə çəkməkdən ibarətdir. Brush tool'u götürək və sadəcə belə xaotik hərəkət elətdirək. Bizim aşağıda, daha doğrusu toolbarın aşağısında olan bu qara rənglə mən burada müəyyən təyin olunmuş fırça ölçüsü ilə belə əyri-üyrü xətt çəkmiş oldum. Və görürsünüz, həmin o görüntü burada bu balaca ölçülü çərçivədə də görünür və artıq mənim layerim əvvəlkindən fərqli olaraq boş deyil. Yəni, mən Move tool'u götürüb və bunu da istədiyim kimi artıq idarə edə bilərəm. Yeni layer necə yaradırdıq? Shift, Ctrl-N. Tamam və Enter basaq, boş layeri yaranır. Layerlərlə əməliyyatları davam eləyək. Yəni, bu mənasız əyri-üyrü bizə lazım deyilsə, rahatlıqla bunu buradan silə bilərik. Lazım olan layeri götürürsünüz, sağ düymə. Delete layer, bu context menu variantı. Alternativ kimi bu layeri basıb saxlayıb darta bilərik aşağıdakı bu zibil qabının üstünə. Bu da onu siləcək. Təbii ki, ən rahat variantı klaviaturada delete ya da backspace düymələrini basmaqdır. Geri qayıtmaq üçün də həmişə Command Z mümkündür. Bu layer mənə lazım deyil ya da ən azından bunun üzərində bəzi işləri görək. Sağ düymədə baxaq görək adoblar bizə nə təklif eləyirlər. Məsələn, çox istifadə edəcəyimiz bölmələrdən biri də bu olacaq yəqin ki. Çünki baxın, ağır fayllarda, güclü manipulyasiya tələb edən dizayn proseslərində, dizayn işlərində bizim burada layerlərimizin sayı həddən artıq çox olur. Yəni, biraz sonra o qədər uzun bir siyahı ola bilər ki, onun içərisində azıb qalarsınız. Ona görə tövsiyə əvvəldən elə ilk başdan Photoshopda sistemli işləməyə özünüzü öyrəşdirin. Sistemli dediyimiz, yəni ki, müəyyən adlar verin. Yəni, gəlin elə bəri başdan bundan hər ikisinə ad verək. Sağ düymə bas, rename elə, yox, buna ehtiyac yoxdur. Sadəcə adın üzərində 2 dəfə tıklamaq kifayət edir ki, biz adı redaktə etmə rejiminə daxil olaq. Adı nə verək? Adını öz dilimizdə verək bir dəfə. Phone. Hər dəfə ingilisində vermək məcburiyyətində deyilik. Buna da WhatsApp dilində yazaq əyri, ə hərfi olmadan. Yəni, editləmək üçün faylın adını, daha doğrusu layerin adını dəyişmək üçün bu şəkildə eləyə bilərik. 2 dəfə tık, 2 dəfə tık, hansısa bir mətni yazdınız və enter bastınız. Faylın, layerin daha doğrusu adı redaktə olundu.
Burada bir şey də qeyd eləmək lazımdır. Bu təzə başlayanların tez-tez buraxdığı bir səhvdir, xətadır. Əgər layerin adını dəyişmək istəyirsinizsə, o zaman sırf bu mətnin üzərində 2 dəfə tıklamaq lazımdır. Çünki fikir verin, əgər mən kənarda, bu layerin kənarında istənilən bir yerdə 2 dəfə tıklasam, bu bizim aktiv istifadə edəcəyimiz bölmələrdən biri olan Layer Style pəncərəsinə aparıb çıxarır ki, bu ilə bağlı təbii ki, irəlidə ayrıca dərsimiz olacaq. Ona görə ad dəyişmək üçün kənarda yox, sırf mətnin üzərində 2 dəfə tıklamaq lazımdır. Və bir layerin duplikatını çıxartmaq istəyirsə, kopyasını çıxartmaq istəyirsə ki, əgər biz kontekst menyuya baxsaq, yəni ki, sağ mouse'un sağ düyməsini basanda açılan bu menyuya baxsaq, yeni layer yaratmaqdan sonra gələn məşhur funksiyalardan biri də odur. Qrup mövzusuna birazdan toxunacağıq. Duplicate layer, yəni ki, bir layerin duplikatını çıxartmaq. Bunu bastıq, bir pəncərə açıldı, okeylədik, 2 dənə eyni bir-birini təkrar edən 2 dənə layer əmələ gəldi. Yəni hər dəfə bir layerin duplikatını çıxartmaq üçün bu qədər çox uzun yol qət etmək lazım deyil. Əgər bir layerin duplikatını çıxartmaq istəyirsə, o zaman klaviaturada Ctrl+J, Ctrl+J hotkeyini basmaq kifayətdir ki, eyni layerin duplikatı çıxmış olsun və fikir versəz, layerin adı da qalır və sadəcə yanına kopya sözü əlavə olunur. Yəni artıq bu iyrənc əyri-üyrü xəttdən xilas olaq. Bir neçə layeri seçmək istəyirsə, birinci layeri götürdük. Gəlin hətta bu layerlərin sayını çoxaldaq. Ctrl+C ilə bir neçə dənə layeri kopyalayaq. Birinci və dördüncü layerlər daxil bütün layerləri mən seçmək istəyirəmsə, birincinin üzərində tıkladım, Shift-i basıb saxlayıb, sonuncunun da üzərində tıklayıram və bu intervalda olan bütün layerlər seçilmiş olur və klaviaturada Delete düyməsini bastığım anda bütün o layerlər silinəcək. Geri qaytaraq, bir dənə şey də orada nəzərinizə çatdırım. Əgər hamısını deyil də, məsəl üçün birinci və üçüncü layeri seçmək istəyirsinizsə, o zaman birinci layeri götürdünüz. Sonra klaviaturada Ctrl macOS-də komandı basıb saxlayırsınız və sizə lazım olan digər, tutaq ki, 3-cü layeri seçib ondan sonra Ctrl-da buraxa bilərsiniz. Və görürsünüz, seçici olaraq 1-ci, 4-cü, 5-ci, 50-ci layerləri bu şəkildə götürə bilərik. İnterval üçün Shift, fərqli layerlər üçün isə Ctrl-dan istifadə edə bilərik. Biraz sonra iş prosesində Photoshopda layer pəncərəsində burada layerlərin sayı artacağına görə onunla biraz sistemli işləmək lazım gələcək. Gəlin o mövzularda toxunaq. Tutaq ki, dizayner belə bir dizayn hazırlayıb. Dizayn prosesi, mahiyyəti, shape və mətnlə işləmək irəlidəki dərslərimizdə olacaq. Ona görə buna fokuslanmırıq. Hələlik ki, bura fokuslanırıq. Əslində çox da mürəkkəb olmayan bir dizayndır və təxminən 3-6 dənə layer var. Və düşünün, yəni burada vizual effektlər artsa, detallar çoxalsa, burada nə qədər layer sayı olar və bunlarla bu şəkildə işləmək doğru deyil. Ona görə burada bir sistemlilik yaratmaq lazımdır. Burada da bizim köməyimizə gələcək qruplaşdırma. Tamam, tutaq ki, gəlin biz belə eləyək. Vizual bizim posterimiz 3 hissədən ibarətdir. Fona dəymirik. Mətnin yuxarıdakı hissə, 2 mətndən ibarət bu hissə, bu layerlər. Bir də aşağıda 2 yazı və bir düzbucaqdan ibarət bu hissə. Gəlin bunları bax elə eyni şəkildə qruplaşdıraq. Explore və tutaq ki, Dubayı bayaq öyrətdiyimiz kimi Ctrl-u basıb saxlayıb Dubayın üstünə tıkladım. Yəni Explore və Dubai layerləri seçildi. Bunları qruplaşdırmaq üçün sağ düymə və New Group from Layers. Ya da ən yaxşı variantı, ən asan variantı Ctrl+G. Tamam. Və avtomatik bu 2 layer qruplaşdırdı. Hətta onlar ayrı-ayrı yerlərdə olsa belə. Eyni qayda ilə, bu dəfə isə shift məntiqi ilə birincini shift-i basıb saxlayıb, üçüncünü seçirəm və bu intervaldakı layerdə daxil olmaqla hər 3 layer seçilmiş oldu. Ctrl+G və artıq bayaqkindən fərqli olaraq indi daha sadə struktur yarandı burada. Yuxarıdakı bir qrupdur, ikincisi bir qrupdur və fonda ayrıdır. Burada əgər diqqət etirsəz, hansısa bir qrupu və ya layeri müvəqqəti gizlətmək üçün və sonra təkrar göstərmək üçün bu layerin qarşısındakı göz ikonkasının üzərində bir dəfə tıklamaq və sonra təzədən təkrar tıklamaq kifayətdir. Əslində bu da sistemli işləmək, layerlə idarə etmək mövzusunda növbəti bilməli olduğumuz bir məqamdır. Eyni layerə ad verdiyimiz kimi qruplara da ad verə bilərik. Bura yazaq ki, top layers, yəni yuxarıdakı layerlər, əgər səhv xatırlamırıqsa, bəli. Bunun adını qoyaq ki, bottom layers. Tamam. Bir layeri layerlərə daha doğrusu qruplaşdırdığımız kimi onları qrupdan çıxarda da bilərik. Hər bir halda sağ düyməni basıb kontekst menyudan yoxlayaq. Ungroup layers, yəni qrupları qrupdan çıxart və qarşısında hotkeyi Shift Ctrl+G. Ctrl+G qruplaşdırırdı. Shift Ctrl+G isə həmin qrupda olan layerləri yenə açıq vəziyyətə salır və qrup
tarixə qovuşur. Eyni qaydada yuxarıdakını da bu şəkildə ungroup eləyə bilərik. Layerləri qrupdan çıxartdıqdan sonra layer mövzusunda növbəti iyerarxiya, struktur yaratmaq mövzusunda bölməyə baxaq. Arrangement adlandırdığımız. Məsəl üçün gəlin bu aşağıda book now bölməsinin timsalında buna baxaq. Bəzən biz hər hansı bir layeri digərinin üzərinə keçirtməli oluruq və ya aşağı keçirməli oluruq. Hal-hazırda burada belə bir problem yoxdur, amma düşünün ki, bizim bu düz bucaqlımız sonradan çəkildiyinə görə yazının önünü bağlayıb, yəni təxminən belə bir görüntü alıb. Mən yazını göstərmək istəyirəmsə, Photoshop'un layer məntiqi belədir. Ən son atdığımız əməliyyat və onun nəticəsində yaranmış layer həmişə ən yuxarıda olur və altında olan layeri bağlayır. Mən əgər məsələn yazını yazıb sonra bu düz bucağını çəksəydim, bax belə bir görüntü olardı. Mən istəyirəm ki, yazı shape-in üzərində, düz bucağının üzərində olsun. Təbii ki, ilk ağlımıza gələn variant odur ki, buradakı bu strukturu bu şəkildə dəyişək. Yəni drag and drop adlandırdığımız dartıb buraxmaq məntiqi ilə bir layeri o birisinin üzərinə və ya tamam başqa bütün layerlərin üzərinə gətirə bilərik. Amma düşünün burada 100 layer varsa bunu dartıb hansısa bir mövqeyə aparmaq biz üçün praktik olmaz, qəliz olar. Bunun nəsə bir rahat variantı olmalıdır ki, o da var. Bir layeri o birisinin üzərinə atmaq üçün həmin layeri seçdik. Sonra klaviaturada Ctrl sağ kvadrat mötərizəni basmaqla bir addım bir layeri yuxarı qaldırırıq. Bunu biz sonsuza qədər davam etdirə bilərik. Ctrl basılı qalıbdır hal-hazırda. Sağ kvadrat mötərizə ilə hər dəfə bir dəfə onu basdıqca görürsüz layer yuxarı qalxır və təbii ki bir də bunun tərsinəsi var. Ctrl basılı olduğu halda sol kvadrat mötərizə ilə biz layeri bu şəkildə axıra qədər geri qaytara bilərik. Əgər biz hər hansı bir layeri birdən-birə ən yuxarı və ya ən aşağı atmaq istəyiriksə, o zaman Ctrl-ın yanına onun əmoğlusu olan Shift-i də calamaq lazımdır. Yəni book ən yuxarı qalxmalıdırsa, book now daha doğrusu. Həmin layer seçilidir. Shift, Ctrl, sağ kvadrat mötərizə birdən-birə iyerarxiyada layeri ən yuxarı atır. Təbii ki, Shift, Ctrl, sol kvadrat mötərizə onu ən aşağı atacaq. Bugünkü bu layerlərlə iş mövzusunda son bir mövzu. Burada biraz qarşılıq yarandı. Gəlin book now-nu shape-in üzərinə çıxardaq. Bəzən olacaq ki, biz dizaynları bu şəkildə, daha doğrusu layerləri bu şəkildə açıq saxlamaq istəməyəcəksindən. Yəni onları fiziki olaraq birləşdirmək istəyirik. Qruplaşdırmaq sadəcə bir sistemlilik yaradır, amma layerlər yenə ayrı-ayrıdır, amma bəzən bunları birləşdirmək lazım gəlir. Bizim konkret indiki bu situasiyada buna çox da ehtiyac yoxdur, amma düşünək ki, bu düz bucaqlı ilə fon şəklini birləşdirmək lazımdır. Shift-lə bir yerdə hər iki layeri seçdim, sağ düymə. Bizim burada merge layers, yəni ki, layerləri birləşdir deyə bir funksiyamız var. Bu da onun hotkeyi, yəni ki, Ctrl-E, Ctrl-I ingilis dilində desək, hər ikisi seçilidir, Ctrl-I və görürsünüz, şəkil və düz bucaqlı artıq bir layerdir, onları artıq ayırmaq mümkün deyil. Ayırmaq da istəsiniz, ancaq Ctrl-Z ilə, macOS-də Command-Z ilə geri qaytarmaq lazım gələcək. Bəzən də bu texniki səbəblərdən ola bilir. Bütün layerləri birləşdirib, hətta sanki bir şəkili Photoshopda açanda ki, background layer olur, yanında da kilit olur və o görüntüyə salmaq istəyirsinizsə, o zaman bu menyudan ya da sağ düymədən Flatten Image eləyə bilərik. Bütün layerlər hamısı gedir, birləşir, artıq fiziki olaraq burada bir struktur yoxdur, layerlərdən ibarət struktur yoxdur və sanki bir şəkil Photoshopda atmışıq kimi görüntü background, kilitlənmiş background layerinə çevrilir. Amma bir daha xatırladıram, bunun geri qayıtmaq variantı yoxdur. Yəni Ctrl-Z-dən başqa bunun alternativi olmayacaq. Bu mövzuları layerlərdə bu struktur yaratmağı, qruplaşdırmaq və s. bütün bugünkü bu mövzumuza uyğun bu yenilikləri təkmilləşdirmək üçün, yadda saxlamaq üçün tövsiyə təxminən bu görüntüdə bir poster hazırlaya bilərsiniz. İstənilən şəkili götürün, yəni buradakı mətn tərtibatı hətta heç şərt deyil. Götürün belə bir şəkli, yeni layer yaradın, üzərinə hansısa sadə qrafik formalardan, dairədən düz bucaqlıdan istifadə etməklə müəyyən bir formalar çəkin, hətta çox da dərinə getmədən mətn belə yerləşdirə bilərsiniz. Yetər ki, bugün keçdiyimiz mövzuları layerlərin üzərində tətbiq edəsiniz. Növbəti dərsdə Photoshop dünyasına biraz daha qərq olmağa davam edəcəyik.